ailədə ailə üzvləri nə qədər media ilə həyat tərzlərini tənzim eləsələr, bir o qədər uşağın tərbiyəsinə təsir göstərir. Ümumiyyətlə, media dedikdə bizim yenə də televizor və planşet, telefon, kompüter və ümumiyyətlə bu televizor, telefon, planşet xüsusiyyəti bu tipdə demişkən təbii, məzacı soyuqdur. İnsanları bir-birindən soyudur. Əvvəllər ailələrdə şadlıq, sevinc, qaynayıb, qarışmaq var idi. İndi hamının bir telefonu var. Hər kəsənin öz Instagram profili var, Facebook profili var və hər kəsən də bir tində, bir bucaqda, evdə oturub öz işi ilə məşğuldur. Valideyn birinci sinifdə oxuyan, ikinci sinifdə oxuyan övladına yaxşı oxuduğu üçün hədiyyəsi telefondur. Valideyn özü övladına zərər vurur. Filan müvəffəqiyyəti əldə eləyir, planşetdir. Birinci növbədə mən özüm media savadlılığına sahib olum, telefon və planşetdən düzgün istifadə etməyi öyrənim. Övladım da görsün ki, mən hakiməm mobil telefonun üzərində, sosial şəbəkələrin üzərində. O mənim üzərimdə hakim deyil, övladım da onu öyrənsin. Mən şahid olmuşam. 35-dən çox yaşı var. Ailə sahibidir, ailə başçısıdır, telefonda neçə dənə oyunlar var. Bu təbii ki, sənin övladın telefonu əlinə alıb baxanda, oyun oradan çıxanda o da oynayacaq.